Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İndi fanat yoxdur, hamısı qışqırıb bağıranlardır. Xəbər verir ki, bunu AFAQ-la onlar verilişində xalq artisti Nasbəri Dostaliyevə deyib. O, fanatlarına zaman ayıra bilmədiyi üçün problemlər yaşadığını deyib. İndi fanat anlayışı yoxdur, indikilər çağırıb bağırır. Fanat o zamanlar idi. İndi mənim əsl fanatlarımın 40 yaşı var. Məndən çox küsən fanatlarım var. Çünki onlarla görüşə bilmirəm, zaman ayıra bilmirəm. Fanatım məni doğum gününə dəvət etmişdi. Gedə bilmədim, çünki qardaşım əməliyyatda idi. O, müğənni Kərim Abbasovdur. O, uşaqlıqdan mənim ilk fanatlarımdandır. Elə fanatlarım var ki, onların bu gün də şad günlərində iştirak edirəm. Mən o faciədən sonra sənətə qayıtmamalı idim. Deyirdim, sənətim də bitdi, adım da. Bu boyda faciədən sonra sənətə sevənlərimə görə qayıtdım. Onların təqidi, göz yaşı, sevgisi məni geri qaytardı. Bir oğul itirdim, amma yüzlərlə övlad qazandım.